Salam, vaxtınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova 30 sentyabr tarixində sertifikasiya müsahibəyə düşən sualların izahını saat ən azından 1-ə qədər sizə vermək istəyirəm. Gəlin baxaq suallarımızın izahına. Birinci sualımız belə olub ki, diaqnostik qiymətləndirmə aparırsınızmı? Bəli, biz hər il dərsin əvvəlində, bəzən elə olur ki, şagird yeni gələndə sinifə, hətta bölmənin əvvəlində belə diaqnostik qiymətləndirməni aparırıq. Və diaqnostik qiymətləndirmə nəticələrini biz şagirdin özünün portfoliyosuna yerləşdiririk. Həmçinin də ki, diaqnostik qiymətləndirmə, məktəb daxili qiymətləndirmənin bir növüdür, aparırıq. Deyə bilərlər ki, nə cür aparırsınız? Biz diaqnostik qiymətləndirməni test sualları üzərində və yaxud da ki, şifahi formatda aparırıq. Sual verilir ki, valideynlərlə harda görüşürsünüz? Təbii ki, biz valideynlərlə hələ dərs ili başlamamış, mən valideynləri çağırıram, təbii ki, mən sinif rəhbəriyəm. Mən o valideynlərlə bir pozitiv formada valideyn iclası təşkil edirəm. Bundan sonra mən indi hər müəllimin özünün metodikası var. Hər müəllim bunu başqa-başqa vaxtlarda deyə bilər. Məsələn, mən edəndə tutaq ki, hər ayın sonunda mən valideynlərlə yekun olaraq bir valideyn iclası keçirdirəm. Ən çox da ilk valideyn iclasına fikir verirəm ki, bu valideyn iclası pozitiv xarakterli olsun. Valideynlər mənə inansın, güvənsinlər. Valideynlərə özümü düzgün tanıdım, səmimi ünsiyyət qurum. Digər valideyn iclaslarında da həmçinin şagirdlərin uğurlarını, yaxşı işlərini vurğulayıram, sinifimiz haqqında məlumat verirəm və hər bir şagird haqqında əgər bir mənfi nüans varsa, mən bu mənfi nüansları da o valideynə təklikdə, fərdi olaraq verirəm. Hamının yanında, yəni şagirdin uğursuzluqlarını vurğulamıram. Valideynlərlə harda görüşdük? Valideyn iclaslarında. Həmçinin də ki, müəyyən zənglərlə, telefon görüşləri ilə biz valideynlərlə əlaqə saxlayırıq mütəmadi olaraq. Sual verilib, dərs keçdiyiniz şagirdlərin nəticələri aşağı düşür, nə edirsiniz? Deməli, əgər mən görürəmsə ki, mənim şagirdlərim zəifləməyə başlayır, amma əvvəl yaxşı idilər. Deməli ki, burada artıq bir müəllim kimi mənim metodikam və sayışım zəif olub. Mən bu zaman həmin şagirdlərə çalışıram ki, dərsimi daha fərqli, daha maraqlı, daha cəlb etmə üsullarından keçəm və mən bu şagirdlərlə mütəmadi olaraq onları dərsdən imtina məşğələyə də çağırıram ki, onların zəif olduğu nöqtələri mən tapım və o zəif olduğu nöqtələri mən həmin o dərsdən kənar keçdiyim məşğələlərdə yuxarı qaldırım. Metodikamı dəyişərəm, daha da pozitiv olaram şagirdlərlə, daha yaxşı ünsiyyət quraram, daha çox özümü sevdirirəm. Çünki şagird müəllimi sevərsə, o müəllimin fənnini də sevib oxuyacaqdır. Həmçinin də ki, daha interaktiv, daha maraqlı iş üsullarından istifadə edirəm və o şagirdlərə əlavə məşğələlərə çağırıram. Valideynə övladının zəif olduğunu necə deyirsiniz? Təbii ki, mən bunu valideyn iclasında fərdi formada çağırıb bildirərəm. Təbii ki, valideynə həvəsdən salmaq yox, motivasiyadan salmaq yox, uşağı üzərində mənim də, onun da işləməsinin vacib olduğunu bildirərəm. Əgər hər ikimiz, hətta hər üçümüz, şagird özü də yetərincə işləyərsə, bu zəifliyin aradan qalxacağını bildirərəm. Hətta hələ ki, valideyn iclasının vaxtına varsa, mən o valideynə bunu zənglə fərdi formatda vurub bildirərəm və yaxud da valideyn onsuz da övladının gündəliyinə, mənim yazdığım rəylərə baxanda, müəllim orada uşağa verdiyim səviyyələr üzrə yazdığım rəydə olan sözləri gördüyü zaman əminəm ki, öz övladının zəif olduğunu hiss edəcək. Mən də ona daha da ətraflı izah etmək üçün zəng vurarım və amma bunun belə davam etməyəcəyini, bunu aradan qaldırmaq üçün çalışmağımız lazım olduğunu bildirərəm. Növbəti sual verilib ki, 50% şagird dərsə hazır deyil, hansı addım atılar? Əgər şagirdlərin 50% dərsə hazır deyilsə, deməli, bu bir müəllim kimi yenə mənim yaxşı müəllim olmadığını göstəricisidir. Deməli, burada pedaqoji prosesdə tamlıq prinsipi pozulub. İndi ola bilər ki, həmin günkü dərs üsulumuzda mən o qalan 50% şagirdi cəlb edə bilməmişəm. Ona görə də onlar dərsə hazır deyirlər. Mən bu şagirdlərə bu addım ataram ki, yenə öz metodikamı dəyişərəm. Dərsimi daha interaktiv, daha maraqlı keçməyə çalışıram. Daha fərqli üsullar sınayaram. Həmin o şagirdlərin zəif olduğu dərsin üzərində düzdür. Yeni mövzunu nə vaxtsa, növbət dəfə yeni mövzu keçsəm belə, həmin dərslə bağlı yenə suallar verirəm. Hətta o zəif olduğu dərsdən bağlı. Yenə mən dəstənkənar məşğulə salaram ki, şagirdlər o mənimsəmədikləri dərsin mövzusunu daha yaxşı mənimsəsinlər. Valideyn deyir ki, övladım qabaqda otursun. Neçə gündür vacib verilən suallardan biridir. Deməli, biz ilk öncə valideynə bildiririk. Əgər mən ilk öncə valideynlərlə əvvəldə düzgün ünsiyyət qurmuşamsa, bu hallar baş verilməz. Valideynlə həmçinin mən bildirərəm ki, uşaqları mən qabaqda gözlərinin zəifliyinə görə və boyuna görə otuzdururam. Həmçinin də ki, mən dərsi belə edirəm ki, həftə ərzində şagirdlərin yeri dəyişir.
Yəni demirəm boyu balaca onlar həmişə arxaya keçir, yox. Sadəcə mütəmadi olaraq mən arxada oturan şagirdləri də qabaq partiyaya gətizdirirəm. Bir dərs, iki dərs orada, yəni birinci gün, ikinci gün takirmə qabaq partiyada oturur, sonra keçir orta partiyaya, sonra keçir arxa partiyaya. Yəni mən şagirdlərə mütəmadi olaraq yerini dəyişirəm. Ona görə bu hal baş verməz. Amma əgər olarsa da mən valideynə yenə özümün metodikamı izah edirəm. Şagirdlərin mütəmadi olaraq yerini dəyişdiyimi yəni bildirərəm və niyə görə şagirdlərin qabaqda oturması lazım olduğunu da mən valideynə izah edərəm. Növbəti sualımız verilib ki, deməli, ikinci səviyyə rəy verin. İkinci səviyyə rəy nə idi bizdə? Bu rəy bizdə yəni şagirdin zəif oxumasından bağlıdır. Tutaq ki, olsun bu günləri məncə yer kürəsinin çayları vardı. Yoxsa Asiyanın çayları adlı mövzu var idi, coğrafiyaya aid fəndə. Deyirəm, tutaq ki, bu fənnə aid rəy verirəm. Deyirəm ki, şagird Asiyanın çaylarını sadalayır, çox səhvlərə yol verir, dərsə qismən hazırdır və yaxud dərsə yarı hazırdır. Öz üzərində işləyərsə daha yaxşı formada dərsi mənimsəyə bilər. Yəni, meyarımızı elə eyni orada yazırıq, deyirik rəydə. Sadəcə axırında bir gələcək yönəlik deyə bilərik. Rəy nədir? Müəllimin şagirdə cümləli meyardan çıxarıb gündəliyinə yazdığı forma. Rəy nə olsun? Dedik ki, rəy nədir? Müəllimin meyardan çıxardıb şagirdin gündəliyinə yazdığı rəy və yaxud da şagirdə yazdığı qiymət. Meyardan çıxardıb şagirdin gündəliyinə yazdığı qiymətdir. Yəni müəllim bunu sözlə ifadə edir. Rəyin növləri konstruktiv, təsviri, motivasiya edici formalardadır. Konstruktiv rəy gələcək yönəlik olsun, spesifik olsun, şagirdə orada həssaslıqla verilsin və emosiya yönəlik olmasın. Bir də müəllimlər bəzən bunu bayaq eşitdim səhər-səhər. Deyir ki, müəllimlər vurğulayırlar ki, mən Təhsil Nazirliyinin təşkil etdiyi kurslarda iştirak etmişəm. Deyirlər ki, həmin kursların adını çəkin. Əgər o kursların adını bilmirsinizsə, müəllimlər heç bunu vurğulamayın. Amma deyə bilərsiniz ki, müəyyən illərdə kurikulumla bağlı kurslar təşkil edilib. Həmin kurslarda da mən iştirak etmişəm kurikulumla bağlı. Ola bilər ki, sistema gedənləriniz varsa, bəlkə adını unutmusunuz, sistemlə bağlı kursları qeyd edə bilərsiniz və yaxud da heç deməsəniz də olar. Bir də bu günlərim yenə verilən suallardan biri təlim nəticələrinin nə olduğudur və təlim nəticələrinə çatdığınızı hardan bilirsiniz sualıda. Biz təlim nəticələri budur ki, dərsin əvvəlində, yəni müəllim lövhəyə qeyd edir, şagirdin sonunda nəyi əldə edəcəyi dərsin təlim nəticəsidir. Biz şagirdin təlim nəticəsinə çatmadığını o şagirdi refleks etdiyimiz zaman müəyyənləşdiririk. Uşağı refleks etdiyimiz zaman ona sualları verirdik. Uşağın cavabına əsasən müəyyənləşdirirdik ki, bu günləri mən sinifdə bütün bu təlim nəticələrini reallaşdıra bilmişəm, yoxsa yox. Deməli, bu sualın izahını verdim sizə. Bir də dərsin məqsədini nəyə əsasən qurursunuz, inteqrasiyanı nəyə əsasən əldə edirsiniz. Deyirik ki, dərsin məqsədi də inteqrasiyada, hətta dərsin iş üsullarını da biz alt standartdan çıxarırıq. Bunları deməyimiz vacibdir. Bir də özünüzü təqdim etməyə ən çox diqqət edirsiniz. Axırda daha cəlbedici qurun, axırında kiçik iki misralı bir şeir, Heydər Əliyevin bir kəlamını demək olar. Ümid edirəm ki, hər birinizin müsahibəsi uğurlu və xeyirli keçər. Hamınızın nəticələrinizi mən sizin gözləyəcəm. Həmçinin də ki, ekranda gördüyünüz kimi, əgər ehtiyacı olanlar varsa, bizim kurikulum dərslərimiz davam edir. İndi ayın 1-i üçün də olan imtahan suallarını, yəni bundan sonra olan bütün imtahan suallarını mən sizə hər gün izahını verəcəm. Hələlik müəllimlər, uğurlar.